Salam değerli vətəndaşlar, mən siyasi bloger Elnur Əliyev. Yenə polis zorakılığı, yenə polislərinin oğraşdığı, yenə vilayətin oğraşdığı, vilayətin şərəfsizliyi. Vilayət Eyvazov. İlham Əliyev bilirəm ki, polisləri tərifləyir, ona görə də sən də beləsə voley verirsən. Hamımız peysərsiniz, özüm ölüm. Görün bir qardaşa necə zorakılıq eləyib polislər. Baxın, bu zorakılıqdan sizin övladlarınız üstündə olacaq, ha? Elə də rahat oturmayın evdə. Çünki Azərbaycan polisləri insanların qənimini kəsilir. Yəni budur, faktı reallıqdır. Videoya baxın. Başqa verdilər. Mən də yıxıldım yerə. Yerə yıxılandan sonra mən nalayıq söyüşlər söydü. Tutdu məni yaxımdan, yerdə oturur deyəndə ki, yıxılmış vəziyyətdə. Tutdular məni yaxımdan, qaldırdılar məni göyə. Peşdən sonra söydülər, zad elədilər. Mahir Əzimovun azyaşlı övladı İmaməli Kərimovun polis əməkdaşları tərəfindən döyüldüyü iddia olunur. İddialara əsasən İmaməli Kərimov Maşdağada Ülfəz Abbas məscidinin həyətində olarkən polis əməkdaşları ondan atası ilə görüşüb-görüşmədiyini soruşub. Bundan əlavə qısa dialoqlardan sonra azyaşlıya fiziki zorakılıq göstərilib, daha sonra polis bölməsinə aparılaraq orada da zorakılığa davam edildi. Biri mülki polis idi, biri də adi polis idi. Bu adi polis mənə təpi vurdu belimə. Mən də belim ağrıdı, mən də oturdular mənim başına itələdilər də. Ondan sonra da apardılar 14-cü bölməyə. 14-cü bölməyə aparandan sonra apardılar adımı yazdım, atamın adını orada soruşdular, dedim. Deyəndən sonra məni çıxartdılar orada, apardılar aşağıda sorğu-sual yerində. Ora aparandan sonra heç nə orada oturdum, söhbət zad elədik. Neçən sinifdə oxuyursan, atamın adı nədir? Ayağımdan padloşka verdilər. Mən də yıxıldım yerə. Yerə yıxılandan sonra mən nalayıq söyüşlər söydü. Tutdu məni yaxımdan, yerdə oturur deyəndə ki, yıxılmış vəziyyətdə. Tutdular məni yaxımdan, qaldırdılar məni göyə. Peşdən sonra söydülər, zad elədilər. Sonra da heç nə, dedilər, anan səni niyə bıraxın məscidlərə zada. Sənə yaşın düşmür axı. Elə dedi, sonra da heç nə olmadı. Sonra da gəldi evə. Mən orada dedilər ki, Hacı Salih heç xəbəri yoxdurlar uşaqlarından. Mən dedim ki, niyə xəbər yoxdur ki? Yəni, özü uşaqları bıraxıb səbətinə deməyə xəbəri olacaq da o uşaqlarından.